Özümə və sizə qardaşlar bir qısa bir məsələ haqqında danışacağım. Bir məsələ deyil, daha doğrusu bir qısa xatırlatma olacaq. Uca Allahdan diləyirəm ki, cümləmizi eşidib faydalananlardan eyləsin. Bəzi qardaşlar deyir ki, eyləsin kəlməsi yoxdur Azərbaycan dilində. Ya etsindir, ya eləsindir. Əslində bu doğru deyil qardaşlar. Azərbaycan dili deyildikdə bu dillərin hamısı türk kökənli dilləridir. Bunun içində Özbəklər də var, bunun içində Qırğızlar da var, bunun içində Qazaxlar da var, bunun içində Türkmənlər də var, Azərbaycanlılar da var, Türkəllər də var. Bizim ortaq olan kəlmələrimiz var. Tabii ki, bizim əlifbalarda onlar yer tutmur, amma bu demək deyil ki, bizim ana dilimiz deyil. Etsin də, eləsin də, eyləsin də, hamısı bunların Azərbaycan dili, Azərbaycan və yaxud da türk kökənli sözlərdir. Allah Teala eşitli faydalardan etsin hamımızı. İmam İbn-i Qayyim'in möhtəşəm bir sözü var. İmam İbn-i Qayyim buyurur ki, Allah Azza ve Celle'ni yad etmək, Allah'ı xatırlamaq, onu anmaq, qəlb üçün balığa su necədirsə o şəkildədir. Bir balıq üçün su nədirsə, Allah'ı yad etmək insanın qəlbi üçün odur. Bütün insanlar, qardaşlar, bəşəriyyət Adəm aleyhissalamdan bugünkü günə kimi coğrafyalarına fikir verməyərək, rənglərinə fikir verməyərək, dillərinə fikir verməyərək bütün bəşəriyyət bir hədəfin arxasındadır. Hər kəs xoşbəxt olmaq istəyir. Bir adama desən ki, niyə pul qazanırsan, arxasında xoşbəxt olmaq axtarır. Niyə vəzifə axtarırsan, arxasında xoşbəxt axtarır. Hətta geyinmək üçün seçdiyimiz paltarlar, yemək üçün seçdiyimiz yeməklərin arxasında da bir huzur axtarışı var. Ona görə hətta pis əməllər eləyənlərin etməyinin arxa planına baxsaq, yanlış yolda olsalar belə onun arxasında görərsiniz ki, huzur axtarmaq bir prosesi var. Məsələn, bir narkomana desəniz ki, axı bu zərəl verir, sənin ağlıva zərəl verir, sənin ürəyivə zərəl verir, sənin və s. deyəcək hamısını bilirəm. İçkinin nə qədər zərəl verdiyini bilirəm. Uyuşturucu maddələri nə qədər zərəl verdiyini bilirəm. Amma niyə eləyirlər? Çünki bunun arxasında müvəqqəti bir huzur axtarırlar. Onun üçün, qardaşlar, əgər bir şeyi doğru yerdə axtarmazıqsa, Allah o şeydən bizi məhrum eləyər. Əgər bir şeyi bir doğru yerə qoymarıqsa, biz oradan bir mənfəət ala bilmərik. Hər şeyin bir tərtibatı, bir üslubu var. Bir adam ayaqqabılarını aparıb çörək qazanının içinə qoysa, orada ancaq fəsad olacaq. Orada mikrop olacaq, orada xoşa gəlməz şeylər olacaq. Ayaqqabı rəfinə qoyulmalıdır. Sən çörəyi aparıb ayaqqabı rəfinə qoysan, fəsada uğradacaqsan. Çörək yeyilməz bir hala gələcək. Çörəyin sağlıqlı olması üçün çörəyə xas olan qaba qoymaq zorundasan. Eləcə də xoşbəxtlik axtarırıqsa, huzur axtarırıqsa, biz onu düzgün unvanda axtarmalıyıq. Allah Teala Quran-ı Kerimdə buyurur: "Ellezine amenu ve tatmainnu kulubuhum bi zikrillah, ala bi zikrillahi tatmainnul kulub." Allah'ı zikr eləyənlər rahatlıq axtarır. Allah'ı zikr edənlərin qəlbləri rahatlıq içindədir. Həqiqətən qəlblərin rahatlığı, huzuru uca olan Allah'ı yad etməkdədir, deyir Allah Teala. Ona görə İbn-i Qayyim rahimehullah derkən, balıq üçün su nədirsə, insanın qəlbi üçün də, qardaşlar, Allah'ı yad etmək odur. Baxın, mənəvi olan şeyləri, maddi və fiziki olan şeylərlə doldurmaq mümkün deyil. Bunu anlamaq lazımdır. Adətən insanlar bunu 50 yaşından sonra anlayır və bilmək olmur ki, 50 yaşından sonra dəyişmək olurmu, 50 yaşından sonra ağla gəlmək olurmu və yaxud da 50 yaşı yaşamaq olurmu, buna da bir zamanətimiz, bir garantimiz yoxdur. Ona görə nə qədər bunu tez başa düşsək, o qədər yaxşıdır ki, hər şey, yəni fiziki olan şeylər mənəvi olan şeyləri doldura bilmir. Biz gedib muskul yığa bilərik, ştanga kullanaraq muskul yığa bilərik, alver eləyərək pul qazana bilərik və yaxud da faydalı yeməklər qidalanaraq biz bədən, yəni fiziki olaraq vitamin növlərini çoxalda bilərik. Amma bu qəlbimizə aid olan, mənəviyyətimizə aid olan şeyləri biz ştangı ilə, yeməklə, içməklə, vəzifə ilə doldura bilməmiz mümkün deyil.
Bunu anlamaq lazımdır qardaşlar. Bunu anlamaq lazımdır. Ona görə bu qəlbi boş buraxmamaq lazımdır. 2 günlük həyatdır, bugün varıq, sabah yoxuq. 2 günlük həyatdır, bugün varıq, sabah yoxuq. Bizim kimi nə qədər insanlar yaşayır? Pullular da olub, vəzifəçilər də olub, güclülər də olub. Hər kateqoridən tarix boyu 10 min illərdə adamlar var. Bunların əksəriyyətinin 99,99 heç bugün zikri xatırlaması belə yoxdur. Və biz də bugün o tarixin içinə qatılacaq, çıxıb gedəcək, biz də sabah birisi gün unudulacaq. Onun üçün Allahın verdiyi bu qısa bir həyatı həm ahirətə imanla, həm dünyavi mənfəətlərimizi cəm eləyərək başa vurmağa çalışmalıyıq. Ahirəti unudaraq dünyadan sıxı yapışmaq deyil və yaxud da ahirət deyib tamamilə dünyanı tərk etmək deyil. Hər ikisini bir araya gətirib Allah verən ömrü başa çatdırmağa çalışmalıyıq. Sizə bir hədis xatırladacağım. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. Əslində bunu əzbərləyək qardaşlar. Həyatımızda bunu qayda olaraq götürsək də çox faydalı olar. Muhammed sallallahu aleyhi və səlləm bir gün Muaz bin Cəbəl radiyallahu anhuya belə deyir. Ey Muaz, mən səni sevirəm deyir. Ey Muaz, mən səni sevirəm. Mən sənə kəlmələr öyrədəcəm, hər namazdan sonra onları deməyi unutma. Həm Peyğəmbər sallallahu aleyhi ve sellem bir sahabəsini, bir dostunu təqdirə qoyur, Allah üçün ona olan sevgisini ifadə eləyir. Həm də ona fayda verən kəlmələr öyrədir. O kəlmələr 3 cümlədən ibarətdir. Buyurur ki Peyğəmbər sallallahu aleyhi ve sellem, bu hər namazdan sonra bunu deməyi unutma. Allahümme a'inni ala zikrike ve şükrike ve husni ibadetika. Ey Allahım, səni zikr etməyə, sənə şükr etməyə, sənə gözəl ibadət etməyə mənə yardım eylə. Mənə yardım et. Hər namazdan sonra bunu tərk eləmə deyir Peyğəmbər sallallahu aleyhi və səlləm. 3 kəlimə. Ey Allahım, səni zikr etməyə, səni yad etməyə, səni xatırlamağa, sənə şükr etməyə, sənə gözəl ibadət etməyə mənə yardım eylə. Əgər Allah adama yardım etməzsə qardaşlar, adam bu dünyada muvaffaq olmur. İslam dinini, Allaha imanı pulla almaq mümkün deyil. Güclə almaq, vəzifə ilə almaq mümkün deyil. Bu Allahın lütfüdür. Allah bir qulunu sevəndə onun qəlbinə o imanı göndərir. Əgər qul onun qədrini bildirsə, Allah onu artırır. Əgər qul onun qədrini bilmədisə, Allah ondan alır, başqa layiq olan birinə verir. Başa düşürsünüz mü? Muhammed Ali Cassius Clay, dünya çempionu, bir gözəl söz deyir. Deyir, mən gəncliyimdə tamahkar biri idim. Hər şey istəyirdim, ən şöhrətli adam, ən güclü adam, ən varlı adam. Hər şeydə öndə gəlmək istəyirdim. Bir gün açıb əlimə Allaha belə dua elədim. Allahım, məni dünyanın ən zəngin adamı elə. Allah mənə İslamı verəndə başa düşdüm ki, Allah qatında ən qiymətli şey bu imiş. Doğrudan da İslam'a gəldikdən sonra ən zəngin insan deyir, özümü mən hiss elədim. Kim deyir bunu? Muhammed Ali. Hansı ki, öncə Hristiyan, ondan sonra dinini dəyişib, müsəlman olub, sonra İslam dinini Amerika yarımadasını, Amerikada xüsusilə təbliğ eləməyə çalışdı. Amerikada olan statikalara görə təxminən Muhammed Əlinin o sözünə və yaxud da onu bənzər sözlərinə 1 milyondan çox insan etkilənib İslam'a gəlmişdir. Əziz qardaşlar, bu hədisi İmam Abu Davud Sünən kitabında rivayət edib. 5000 və yaxud da 1522 nömrəli hədisdir. İmam-ın Nəsai Amalül Yevmi və Leylə kitabında rivayət etmişdir. İmam Əhməd ibn Həmbəl məşhur Musnəd əsərində kitabında rivayət etmişdir. Bu hədisin səhih və etibarlı olduğunu İmam-ın Nəvavi Sahih Müslimin şərhində, İmam İbn Həcər Fəthül Bari kitabında və Şeyx Albani Silsilətü Sahihə kitabında ifadə eləmişdilər. Hədis həm də nədir? Etibarlı və səhih hədisdir. Gəlin hədisin ilk cümləsinə nəzər salaq. Birinci, nədən kömək istəmişdi? Hansı duanı ilə demişdi? Ey Allahım, mənə zikr etməyə kömək et demişdir. Zikr etmək. Zikr etmək nədir qardaşlar?
Uca olan Allah'ı yaddan çıxartmamaqdır. Yemək yeyəndə Allahın verdiyi ruzini paylaşanda Bismillah deyib yiyəcəksən. Bu zikirdir. Evinə girəndə Bismillah deyib içəri girəcəksən. Məscidə girdin Bismillah deyəcəksən. Su içəndə Bismillah deyəcəksən. Bitirdin Elhamdülillah deyəcəksən. Yolda gedəndə La ilahe illallah deyəcəksən. İmkan daxilində. Namaz qılacaqsan, oruç tutacaqsan, Quran oxuyacaqsan, dua eləyəcəksən. Bunların hamısı zikirdir. Zikir nə deməkdir? Uca olan Allahı xatırlamaq deməkdir. Biz Allahı yadımızdan çıxartmırıq. Hara getsə Allah Teala yadımızdadır. Allah Teala bizi gördüyünü, bizi eşitdiyini, hər zaman Allahın nəzərində olduğumuzu unutmamaqdır. Zikir budur. Ona görə Allah Teala Quran-ı Kerimdə zikir haqqında buyurur: "Fəzkuruni əzkurkum." Məni yada salın ki, mən də sizi nə edeyim? Yada salın. Bir hədisdə də gəlir, geniş günündə, rahat günündə Allahı yada salan insanları Allah onlar dara düşdükdə Allah da onları yada salır. Amma sən geniş günündə Allahı yada salma. Hər şeyin yerindədirsə Allah'a inanma. Allah'a qarşı üsyançılıq elə. Sabah bir gün bir xəstəliklə, bir problemlə imtihana çəkiləndə Allah mənə kömək elə deyə, o zaman Allah Teala sana kömək eləməyəcək. Nəyə görə kömək eləməyəcək? Çünki dənizə düşən adam saman da olsa əl atır deyirlər. Allah, əziz qardaşlarım, hikmətlilərin hikmətlisidir. Biz geniş günümüzdə Allah'a yada salanda, sabahlara düşdükdə də Allahın yanımızda olduğunu görəcəyik. İkinci nə idi qardaşlar? İkinci nə idi? Şükür. Uca olan Allahın verdiyi nemətləri görməkdir. Keçən xütbədə bir kör insana deyilən ifadəni xatırlatdım. Yadınızdadır mı? Bir köra gəlirlər, bir kör elhamdülillah, Allahım sağ həmd olsun, ya Rabbi sağ həmd olsun deyib Allaha şükür edir. Biri gəlib deyir ki, sənin gözün kördür, sən nəyə şükür edirsən? Deyir, Allahı zikr eləməyə dilim var ki, Allahı xatırlamağa beynim var ki, və nələri sayır ortaya qoyur. Allah bir şeyi alanda görən insan üçün Allah qardaşa minini verir. Və Allahın nemətlərini biz bugün sayası olsaq bunu sayıb qurtara bilmərik. Aldığımız hər nəfəs Allahın lütfüdür. Bugün nə qədər insanlar var, nəfəs oksijeni sayəsində həyatdadılar. Xəstəxanalara gedirsinizmi? Mən sizə tövsiyə edirəm bu arada. Gəncsiniz. İmkan olduqda xəstəxanaları gedin ziyarət edin. Uşaq xəstəxanalarına gedin. Biz ən azından yaşamışıq. 30-40 il, 50 il yaşayırıq yəni. Gedin, baxın, körpə uşaqlar, o aparatlara qoşulmuş uşaqlar həyat mücadeləsini necə verir? Gedin, yaşlıların olduğu xəstəxanaya bir gedin, ziyarət edin, qardaşlar. Nə qədər nemət içində olduğunu görəcəksiniz. Keçmiş dönəmdə bunu çox dərk eləmək olmur. Bugün adicə biz interneti açanda palatkaların içində nə qədər yatan insanlar görürük. Suyun selin içində nə qədər insanlar görürük. Ac, susuz nə qədər insanlar görürük. Uşaqlarının zəruri ehtiyaclarını ala bilməyən nə qədər insanlar görürük. Biz elə düşünməməliyik ki, bu yaşadığımız həyat tərzi normaldır, belə də olmalıdır. Olmaya bilər. Bir adam körpünün altında yatırsa, yerimiz sabah dəyişə bilər. Uca Allah əgər bizi imtihana çəkmibsə, biz bugün nəfəs alırıqsa, evimizdə bir tikə çörəyimiz varsa, başımızı qoyası bir evimiz varsa, qardaşlar, bizi sevən ailəmiz varsa, üzünə baxanda gördüyümüz övladımız varsa, bax bizim belə qardaş dediyimiz dostlarımız varsa, biz ən xoşbəxt insanlardan biri. Bunu görmək lazımdır. Yaşadığımız ölkədə, yaşadığımız çevrədə əgər əmin-amanlıq, güvən içində yaşayırıqsa, bunu görmək lazımdır. Adamlar var, qardaş, evdən çıxıb gedib çörək ala bilmir bazara, gülləyə rast gələr, bombaya rast gələr. Adamlar var, evinin içində rahat otura bilmir, hər dəqiqə göydən nəsə gəlib düşəcək deyə. Əmin-amanlıq böyük lütfüdür, Allahın böyük nemətidir. Bunları görmək lazımdır. Ona görə nemətin 3 ərkanını heç zaman unutmayaq. Birincisi nə idi? Dillə demək. Allah'a deyirsən ki, Allah sana çox şükür. Allah'ın verdiyi nemətləri danmayın. Ya bəzi adamlar var, qan ağlayır qardaş. Nə tərsən demək olmur. Yoxdur, pis gündəyəm, nəfəs ala bilmirəm, acından ölürəm, oram getdi, buram gəldi. Qardaşım, elhamdülillah demək öyrən. Heç nəyin olmasa, hər şeyini itirmiş olsan, bir şey varsa elhamdülillahdir. Hər şeyini itirmiş olsan, nəfəs varsa ağzında elhamdülillahdir. La in şəkertum, ayəni kim tamamlayır? La əzidənləkum, əgər verdiyimə şükür eləyərsinizsə artıraram.
Artırmağını istəyirsənsə şükür elə. Nankörlük eləmə. Nankörlük eləyəndə əlindəyini itirə bilərsən. Və əmmə bi ni'məti rabbikə fəhaddis. Allahın sənə verdiyi nemətləri dilə gətir deyir Allah Teala. Danma. Sən Allah veribsə niyə danırsan ki? Birincisi nə idi? Şükürün ərkanlarının dil ilə etiraf eləmək, elhamdülillah demək. İkincisi nədir qardaşlar? Qəlb ilə onu təsdiq eləmək. Allah verdi demək, deyərək onu qəbul eləmək. Üçüncüsü nədir? Allahın verdiyi nemətləri itaətinə sərf eləmək. Allah pul verirsə, o pulu gedib haramlara xarcılamayacaq. Allah sənə ruzi veribsə, sən bu ruzini aparıb həyat yoldaşına xaçlayacaqsan, övladına xaçlayacaqsan, anana, atana xaçlayacaqsan, səmimi dostlarına xaçlayacaqsan, özünə xaçlayacaqsan, sən bunu aparıb əxlaqsızlara, pis yola baxanlara, pis insanlara, dürüst olmayan insanlara xaçlamayacaqsan. Arağa çaxıra, narkotika xaçlamayacaqsan. Əxlaqsız qadınlara xaçlamayacaqsan. Sənə Allah verən neməti onun razı qaldığı yerə xərcləyəcəksən. Tamam mı? Allah sənə sağlam bədən veribdir. Bu bədənini sənin dinini, sənin şəxsiyyətini həlak edən yerlərdə sərf eləməyəcəksən. Adicə vaxtın. Vaxt qardaşlar Allahın verdiyi ən böyük nemətlərdəndir. Qaytara bilmədiyimiz şeylərdən biri nədir? Vaxt. Baxın, hər keçən saniyəmiz bizi qəbrə yaxınlaşdırır. Biz, hər attığımız bizi o dünyaya yaxınlaşdırır. Bizim ömrümüz uzanmır ki, bizim ömrümüz qısalır. Hər tükətdiyimiz nəfəs, bizə verilən nəfəsi bir hissəsini aparır. Ona görə vaxtın qədrini, qiymətini bilin. Gəncləri, mən bəzən bu gənclərin əlindən saatlarla telefon düşdüyünü görməyəndə çox üzülürəm. Deyirəm, kaş ki bunların vaxtı məndə olar. Kaş ki bu ümmət üçün, millətimiz üçün, insanlar üçün faydalı bir şeyə sərf eləyəm mən onu. Ya insanlar üçün bir... Amma oturursan telefon səhərdən axşama kimi. Facebook'dan çıxırsan Instagram'a, Instagram'dan çıxırsan TikTok'a, TikTok'dan çıxdın futbola, futboldan çıxdın kinoya, kinodan çıxdın kliplərə. Adamların başı o qədər qarışır ki, sonra da yata bilmir. Bəzi adamlar 10 dəqiqə namaz qıl deyəndə deyir, vaxtım yoxdur, amma tualetdə 45 dəqiqə oturur. Qardaş, gəl bir elm məclisində oturaq da 10 dəqiqə Allah'ı xatırlayaq da, vaxtım yoxdur, başqa işlərim var, güclərim var. Bir lokantada oturanda 2 saat otururum. Bir WhatsApp'a baxanda mesajları qaytarmaq üçün saatlar gedir. Ona görə vaxtın qiymətini bilmək və onu doğru yerlərə sərf eləmək önəmlidir. Üçüncüsü nə idi qardaşlar? Duada keçən üçüncü cümlə nə idi? Üçüncü kəlmə nə idi? Ha? Nə deməkdir? Husn-i ibadətik. Gözəl. De görüm. Gözəl şəkildə ibadət etmək. Sən de görüm. Sən de. Gözəl şəkildə ibadət. Gözəl şəkildə bir ibadətə, qardaşlar, bax bunu unutmayın, hər ibadətə gözəl deyilmir. Təkrar elə. Gözəl şəkildə ibadət. Yo, mən dediyimi təkrar elə. Hər ibadətə gözəl deyilmir. Məsələn, bu söz ağır deyirəm biraz. Niyə hər ibadətə gözəl deyilmir? İbadət 2 şərti topladığı zaman gözəl olur. Hər ibadət gözəl deyil. Məsələn, yastı namazını, işa namazını neçə rəkat qıldıq fərzini? Neçə rəkat qıldıq? Ha? 4 rəkat qıldıq, düzdür mü? Qalxıb mən onu 5 rəkat qılsaydım gözəl olacaqdı mı? Bugün yorğunam, 3 rəkat qılıram, axot yoxdur desəydim gözəl olacaqdı mı? Yox. İbadət gözəl olması üçün 2 şərti özündə toplamalıdır. Birincisi, o etdiyimiz ibadət sünnəyə uyğun olmalıdır, dinə uyğun olmalıdır. Dində bizə göstərildiyi şəkildə əda olmalıdır ki, hətta gözəl olsun. İkincisi də Allah rızası üçün olmalıdır. Məsələn, mən namaz qılıramsa ki, desinlər ki, bu namaz qılandır, amma Allah üçün qılmıramsa bu sayılır mı? Gözəl olur mu? Olmur. Deməli, ibadət gözəl olması üçün neçə şərt lazımdır? 2. Birincisi, etdiyimiz o ibadət Allah rızası üçün olmalıdır. İkincisi, dinimizdə bizə öyrətildiyi şəkildə olmalıdır. Hətta gözəl olsun. İndi siz fikir verirsinizmi? Muhammed sallallahu aleyhi və səlləmin bu 3 kəlməlik cümləsinin nə qədər mənası var? Əgər doğrudan da bir adam, Allaha and olsun, doğrudan da bir insan bu 3 şeyə muvaffaq olarsa bu dünyada, Allahı gözəl zikr eləməyə, Allaha gözəl şükr etməyə və gözəl ibadət gerçəkləşdirməyə, dünyada olan bütün xeyirləri cəm etmiş olar. Baxın, gözəl şükür istəyərkən biz
onun içində xoşbəxt həyat da var. Onun içində salih zövcə də var. Onun içində halal ruzi də var. Onun içində sağlam bədən də var. Çünki adətən nələrə şükür edilir? Nemətlərə şükür edilir, deyilmi? Biz şükür etməyi Allahdan istəyərkən o şükrə səbəb olan şeylər də istəyirik onun altında. Bax, bu siri bilməmiz lazımdır. Ona görə adam bu şeyə muvaffaq olması gerçəkdən dünyada olan bütün xeyirləri cəm olmağa nə edir? Vəsilə eləyir. Cəm olmağa. Hətta elm də onun içindədir, qardaşlar. Elm də nədir? Onun içindədir. Elm də onun içindədir. Elmin faydalı elmin hamısı xeyirlidir. Tibb elmi faydalıdırmı, qardaşlar? Faydalıdır. İnsan həyatının qurtarılmasına vəsilə olur. Həndəsə elmi önəmlidirmi, qardaşlar? Mühəndislik önəmlidirmi? Əgər mühəndislər profesional olmasa, doktorlardan daha çox adam öldürürlər. Baxın, Türkiyədə deprem oldu. Bir neçə saniyəlik deprem oldu. Bir dəqiqədən az müddətdə zəlzələ oldu. Saxtakar mühəndislərin tikdiyi evlərdə nə qədər insan öldü? 50 mindən çox insan oldu. Düşünə bilirsinizmi? Ona görə dürüst mühəndisliyi öyrənmək bu faydalı elmdirmi insanlar üçün? Faydalı elmdir. Ona görə qardaşlar, bu duaların içində faydalı elm də var. Bu elmlərin içində dini də var. Bu elmlərin içində nə də var? Dünyavi də var. Uca Allahdan gözəl adları ilə, uca sifətləri ilə diləyirəm eşitib faydalardan eləsin. Bizi gözəl zikr edənlərdən eləsin. Ona layiqincə şükür edənlərdən eyləsin. Gözəl ibadətləri gerçəkləşdirənlərdən eyləsin. Allah dünyada bizi müsəlman olaraq yaşatsın, müsəlman olaraq, mömin olaraq huzuruna köçməyi nəsib eyləsin. Cəmaatımızı, millətimizi Allah Teala qorusun. Bizi dindən imandan ayırmasın. Valideynlərimizi, ailələrimizi, həyat yoldaşlarımızı, övladlarımızı Allah daima qorusun, dində sabit eləsin. Və sallallahu və səlləm və bərik alə nəbiyyə Muhammedin və alə alihi və sahbihi əcməin.